Salam, 70-ci sual biraz qarışıq görsənən bir sual tipidir. İlk öncə şərtdə yavaş-yavaş analiz edək. Baxın, bizə deyir ki, 2 sm sıxılmış yay. Yəni, yayın delta x-inin maksimum qiymətini 2 veribdir. Yəni, x-in maks qiymətini bizə 2 verib. Yəni, ancaq bu qədər sıxılıb da, bu qədər sıxıla bilər. Sonra müəyyən bir zaman keçib, periodun müəyyən bir hissəsi keçəndən sonra bu deməli yay 1 sm yol gedir. Burada isə həmin andakı uzanmanı 1 sm götürübdür. Ancaq bu 2 maksimum uzanmadır. Yəni ondan o tərəfəsi yoxdur. İndi gəlin bax burada şərtimizi yazaq. Nə idi burada? X bərabər idi. X max cos omega t. Düzdürmü? Baxın indi burada. X-in yerinə biz bax bu 1-i yazsaq, yazaram ki 1 bərabərdir. X max-ın yerinə də 2-ni yazsam, cos omega t-dən. Burada bax bu 2-ni bu tərəfə bölmə kimi atdıq deyək ki. Yerdə nə qaldı? Bax bu ifadə qaldı. Sonra baxıram, görürəm ki, amma burada da mənə bir ifadə veriblər. Onun da qiyməti 2-də 1-ə bərabər imiş. Baxın, hər ikisi 2-də 1-ə bərabər oldu. Onda biz bunları bərabərləşdirə bilərik. Onda yazıram ki, cos pi bölünsün 3, bunların bizə verdiyi ifadəni bərabər eləyirəm özümüzün tapdığımız bax bu ifadəyə. Cos omega t-yə. Buradan koslar ixtisar getdisə, pi bölünsün 3 bərabər oldusa omega t-yə. Burada omeganı biz nə ilə əvəz edə bilərik? Omega bərabər idi nəyə? 2 pi bölünsün period. Bax, bu düstur yadınızdadırmı hələ çevrədən? İndi burada omeganın yerinə bu düsturu yazaram. Yazaram 2 pi bölünsün period. Və buradan da kiçik t-ni də olduğu kimi yerinə yazırıq. Baxın, burada kiçik t var idi. İndi burada pi'lər ixtisar getdisə və bizə deyir ki, zamanın, periodun hansı hissəsində? Onda bu zamanı tək buraxdıq burada, bərabərdir. Bu periodu da bu tərəfə vurma kimi atdıq. Bu 2-ni də bu tərəfə bölmə kimi atanda 2 vurulsun. 3-dən də bu da eləyir 6. Yəni, kiçik də bərabərdir, t bölünsün 6-ya bərabər olmuş. Bu da bizə verir 6-da 1 hissəni.